dünyada milyonlarla qadın təbriklər alır. Çünki bütün dünyada bugün 8 Mart Beynəlxalq Qadınlar Günü kimi qeyd olunur. Böyüklərin rəsmi təbriklərini hamımız eşitmişik, amma bugün biz balaca bəylərimizin, balaca şagirdlərimizin xanımlarımıza təbriklərini eşidəcəyik. Görək onlar bizim xanımlarımıza nə arzu edirlər. Sağlam, xoşbəxt yaşasınlar. 8 Mart bayramınız boş qanadlı və hədiyyəli olsun. Qadınlar çiçək kimidirlər. Ancaq çiçəklər solur. Arzu edirəm ki, heç bir qadın solmasın. Qadınların gülüşü dünyanı işıqlandırır. Arzu edirəm ki, qadınların gülüşü heç bir vaxt solmasın. Nə arzuluyursan? Bilmirəm. İlk öncə qızların 8 Mart Beynəlxalq Qadınlar Gününü təbrik edirəm. Onlara yaxşı təhsillər arzulayıram. Mən istəyirəm ki, bütün sinifdəki qızlar əlaçı olsun. Əziz xanımlar, bayramınız mübarək. Ana, mən səni çox sevirəm. Heç nə arzulamırsan? Yox da arzu. Xanımlar qəşəngsin. Sağlam olsun. Mən istədiyim maşını anama hədiyyə eləmək istəyirəm. Mənim anam hansısa gülsün. Mən anamı çox istəyirəm. Anamın həmişə güldüyünü görüm. Hamımız böyük qız olasın. Diplomlarımı çoxaldım. Diplomlarını çoxaldacaqsan, oxuyacaqsan. Hə. Mən anamı və müəlliməmi təbrik edirəm. Bax, nə demək istəyirsən mamaya, müəllimənə? İnşallah müəllimimlə ayrılmaram, anamdan da ayrılmaram inşallah. Xanımlar gözəldir. Xoşbəxt olsunlar, həyatı pis olmasın. Ən birinci hamının qarşısına gələn 8 Mart Beynəlxalq Qadınlar Gününü təbrik edirəm. Bəziləri sinifin hamısına uğurlar deyirəm. Qızları dinləmək istədiyim bir şey var ki, yaxşı olsunlar, analarına xeyirli övlad olsunlar, dərslərində qəşəng olsunlar, oxusunlar, bunlar deyirlər. Qadınlar Günündən təbrik edeyim. Həmişə istədiklərini eləyə bilsinlər, bacardıqlarını. Yəni həmişə həyatda nə istəyirlərsə onu eləyə bilsinlər. Həmişə nə istəyirlərsə olsun, arzularına tez çatsınlar. Belə rahat yaşasınlar. Bir-birindən şirin cavablar eşitdik. Uşaqların arzuları ən saf və gözəl arzulardır. Qoy bu arzular təkcə 8 Martda deyil, hər gün gerçək olsun. Şəhid anaları, xanımları başda olmaqla bütün qadınları 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edirik. Bayramınız mübarək!